Salam, hər vaxtınız xeyir olsun hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla, yine sizlərlə bərabərik. Bugünkü konfransımızın mövzusu 20 Ocaq Azərbaycanın bağımsızlıq yolunda bir dönüm noktası. Bir-birindən dəyərli qonaqlarımızla bugün bu mövzuda çıxışlarımız olacaq. Sözü qonaqlara verməzdən öncə istərdim bir videonu təqdim edim 20 yanvarla bağlı. Daha sonra sözü qonaqlarımıza verim. Akbudak kayıtları Aydın Akbudak. Amalya kamlanırsın da divane gönül. Elbet bir gün bu kış biter, yazı gelir. Yaz gelir. Ben dertliyim diye de etme şikayet. Ölürüm yetmez mi vay gurbet, vay gurbet. Aşıklara böyle cefa az gelir, az gelir, az gelir, az gelir, az gelir. Elbet bir gün bu kış biter, yazı gelir, yaz gelir. Ben dertliyim diye de etme şikayet. Ölürüm muhanet, yetmez mi vay gurbet. Aşıklara böyle cefa az gelir, az gelir, az gelir, az gelir,
az gelir. Elbet bir gün bu kış biter, yaz gelir. Yaz gelir. Aman o güven Mevla'ya kalmasın açar. Kara gün derlerde tez gelir geçer. Vay geçer. Seni bilen bir gün kıymatını biçer. Ölürüm muhannet yetmez mi? Vay gurbet. İncitirler cahil elden. Sözü gelir, sözü gelir, sözü gelir, sözü gelir, sözü gelir. Korkarım ki sana elden söz gelir. Söz gelir. Gün ağarınca boynum bükülür, dağlarım uzaklara, gönlüm sıkılır. Gün ağarınca boynum bükülür, dağlarım söz gelir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. İndi isə sözü qonaqlarımıza vermək istəyirəm. İlk olaraq sözü Azərbaycan Respublikası Milli Məclisi millət vəkili, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları platformasının baş katibi Azər Allahveranov müəllimə vermək istəyirəm. Buyurun Azər müəllim, söz sizdədir. Hazır hocam hoş geldiniz, şeref verdiniz. Xoş gününüz olsun Camanat hocam. Anar bəy, hamınızı salamlayıram. Bilmirəm, yəqin ki, səsimdə indi bu səhhətimlə əlaqədar olaraq bir sorumluluq var. Amma çalışaram ki, özümün səsimi çox zorlamadan bəzi fikirlərimi sizlərlə bölüşəm. Mən Zorlu hocanı da burada salamlayıram. Bu il ərzində 2 dəfə Şimali Kiprdə, Lefkoşada olmaq mənə nəsib oldu. Həm 20 Temmuz
və 15 Kasım törənlərində iştirak elədim. Orada Cumhurbaşqanı iqamətgahında, sonra qanlı hadisələri barədə bəzi fikirlərimi sizlərlə bölüşəm və o təəssüratlarımı bölüşərkən həm də mən o hadisələrin bir iştirakçısı, bir şahidi qismində olmuşam. Çünki bizim evə yaxın yerdə baş vermişdi həmin qətliamların bir qismi. Bu Salyan kazarması deyilən bir yer var idi. Və ondan da bir qədər əvvəlki günlərdə biz indiki Azadlıq meydanında Milli Azadlıq Hərəkatında çox fəal iştirak edirdik. Mən onda 15-16 yaşında olan bir şəxs olaraq, gənc olaraq o hadisələrə qatılmışdım. Amma 20 yanvar hadisəsi olanda artıq 18 yaşım var idi. Hələm olmamışdı. 17 yaşındaydım. Və mən bir çox elə bu videoda yayımlanan şəxslər var idi ki, misal üçün onların arasında bir Eldar var idi. Şəhid, o bizim qonşuydu. Şəxsən tanıdığımız adam idi. Onu düz evinin ağzında, qapısında vurmuşdular. Yəni binanın ağzında vurmuşdular. Yəni bu 20 yanvar hadisəsi ümumiyyətlə bəlkə də ola bilsin ki, o hadisələrdən 2 saatlarla danışmaq olar. Həm onun tarixi nöqteyi nəzərdən, həm onun politoloji aspektləri barədə müxtəlif kontekstlərdə və baxış bucağını sərgiləyərək biz həmin 20 yanvar hadisələri barədə danışmaq istəyirik. Amma mən daha çox fikrimi nəyə yönəltmək istəyirəm? 20 yanvar hadisələri, bəli, bu bizim Azərbaycan xalqının tarixində yox, bütövlükdə Türk dünyasının bəlkə də qanlı səhifələrindən biri kimidir, dəyərləndirilə bilər. Ona görə ki, bir Sovetlər İttifaqı dönəmində Azərbaycanda gedən bir milli azadlıq hərəkatına bir baskı var idi. Və paytaxtı, başkəndi Moskova olan bir imperiya bütün yolla çalışırdı ki, Azərbaycanda 1988-ci ildən etibarən başlayan bir milli azadlıq hərəkatını boğsun. Müxtəlif üsullara əl atmışdı Moskova o dönəmdə. Millətlər arası nifaqı yaratmışdı. Erməni-müsəlman davasını qabartmışdı. Erməni məsələsini tamamilə başqa bir torpaq payı kimi, yəni Qarabağı Ermənistana verilməsi kimi mövzular üzərindən xalqın heysiyyatı ilə, xalqın hissləri ilə oynayan bir siyasət yürüdürdü Moskova. Çalışırdı ki, bütün yollarla Azərbaycana öz baskısını göstərməklə Azərbaycanda gedən milli azadlıq hərəkatını boğmuş olsun. Və nə üçün mən deyirəm ki, bu qanlı yanvar hadisələri, yəni ocaq hadisələri, bu Türk dünyasının bir tarixidir. Ona görə ki, ilk gündən 1988-ci ildən etibarən başlayan Azadlıq meydanında, Azadlıq hərəkatında qaldırılan Azərbaycanın azadlıq bayrağı idi. Qaldırılan Azərbaycanın Türk dünyasının bir parçası olduğu, bir bağımsızlığa qovuşmaq istəyən bir məmləkət olaraq, bir Türk Respublikası olaraq Azərbaycan özünü tərənnüm etməyə çalışırdı. Çox böyük gözləntilərimiz var idi xalqın o dönəmdə. Baxmayaraq ki, mənim 15-16 yaşım var idi və meydan hərəkatında bilavasitə iştirak edən bir şəxs idim. Amma gördüyümüz bir şey var idi ki, biz sanki bir imperiya daxilində bizi mümkün o blokada deyə, o blokadanın içində saxlayırdılar. İmkan vermirdilər ki, biz çox sıx təmasda digər respublikalarla da bu mövzu və bu hərəkat üzərindən öz haqlarımızı, hüququmuzu tələb edək. Çünki artıq xalq oyanmışdı. Xalq bir imperiyanın baskısı altında yaşamaq istəmirdi. Amma 20 yanvar hadisəsinə qədər digər hadisələr olmuşdu. Və mən istəyərdim ki, o hadisələr barədə də çox qısaca deyim. Düzdür, miqyası bir qədər də balaca ola bilərdi. Ölən sayı az ola bilərdi. Şəhid olan insanların sayı az ola bilərdi. Misal üçün, 1986-cı ildə Almatıda, indi burada yəqin ki, bizim Qazaxıstandan, qardaşlarımızdan kimsə iştirak edir. 1986-cı ildə
Almatıda bir gənclər hərəkatı baş vermişdi. Və yenə də Moskova'nın Qazaxstanla bağlı ora birinci katib, yəni ora valisini Rusiyadan milliyyətcə Rus olan şəxsin təyin edilməsi səbəbindən gənclər, tələbələr Almatıda böyük etiraz etmək məqsədilə meydanlara çıxmışdı. O dövrdə də Almatı Qazax xalqına qarşı, Almatı sakinlərinə qarşı Moskova çox böyük fəlakətlərə yol açan hərəkətlərə yol vermişdi. Bundan da başqa 1989-cu ildə aprel ayının 9-u indiyənə qədər xatırlayıram mən o tarixi. Çünki biz o informasiyanı müxtəlif kanallardan alırdıq. Rəsmi tamamilə başqa bir məlumat verilirdi, amma qeyri-rəsmi kanallardan biz həqiqətin nədən ibarət olduğunu bilirdik. Tiflis şəhərində məşhur Şota Rustaveli prospektində etirazçılara qarşı daxili qoşunlar, Sovetlər İttifaqının daxili qoşunları, onlar polis bölmələri idi. Onlar bu istehkamçıların kürəkləri deyilir. O balaca kürəklər var. Onu hərbidə olanlar bilirlər ki, o istehkamçılar hər zaman üzərində o kürəklər daşıyarlar. O kürəklərlə cəmaata hücum etmiş, etirazçıları dağıtmışlar. Ölən şəxslərin sayı da təqribən 20 nəfərə yaxın olmuşdu. Yəni orada da, Gürcüstanda da gedən milli azadlıq hərəkatını boğmağa çalışırdılar. Amma miqyas o miqyas deyildi. Azərbaycanda baş verən milli azadlıq hərəkatı öz miqyasına görə onlardan hamısından fərqlənirdi. Azadlıq meydanında 1 milyondan çox insan hər gün mitinglərə çıxırdı, nümayiş edirdi. Moskovaya öz etirazlarını bildirirdi. Onun millətçi bir ermənipərəst siyasəti ilə bağlı, onun anti-Azərbaycan siyasəti ilə bağlı. Hər gün 1 milyon insan azadlıq meydanında, mən də o hadisələrin iştirakçısı kimi, burada bizim digər Bakı sakinlərimiz yəqin ki var, ola bilsin onlar da iştirak ediblər. Bizim hər tərəfimizi tanklarla bağlayan zaman biz tankların üzərindən aşıb keçirdik meydana. Və 1 milyon insan hər gün öz etirazını bildirirdi. Və bu hadisələr 1988-ci ildən başlamışdı. 1989-cu ilin dekabr hadisələri mən xatırlayıram. Zor gücünə, meydanına daxili qoşunları yeritdi Sovet hakimiyyəti 1989-cu ilin dekabr ayıydı. Bu aralıq ayında. Hələm 20 yanvar hadisəsinə bir ay var idi. Daxili qoşunları yeritdilər və yerlə orada da qətliam hadisələri baş vermişdi. Yaralıların sayı yüzlərlə idi. Amma insanları, o 1 milyon insanı orada silah gücünə dağıda bildilər. Amma çox gözəl başa düşürdü ki, Moskva bu etiraz növbəti etiraz dalğasına səbəb olacaqdı. Ona görə də artıq planlar cızılmışdı ki, növbəti ildə, yəni 1990-cı ilin yanvar ayında Respublikaya qoşun yeridilməlidir. Amma bu qoşun aralıq ayında olan qoşunlardan fərqli olmalıydı. Nə üçün? Bunu da səbəbini deyim sizə. Sovetlər İttifaqının o vaxtki hərbi qoşunları, hansılar ki Bakı şəhərində o dönəmdə dislokasiya olunmuşdu. Onlar əsasən 18 yaşında orduya çağırılmış şəxslərdən ibarət idi. Yəni 18-20 yaşında əskəri keçən, hərbi mükəlləfiyyəti olan insanlardan ibarət idi. Bunlar cavan uşaqlar idi. Onlar hərbçilər idi. Amma onlar əmr alırlar, əmrə tabi olan insanlar idi. Amma bir daxillərində də bir hardasa bir insanlıq hissi də var idi. Çünki onlar gənc idilər. Onlarla qarşı-qarşıya duran insanlar, onlardan yaşca balaca və yaşca çox böyük olan insanlar idi. Əli yalın, silahsız, dinc sakinlər idi. Bəzi hallarda mən onun şahidi olmuşam. Misal üçün, Azadlıq meydanını biz keçmək istəyəndə 1989-cu ildə. Bu indiki 28 Mayıs küçəsi, o dönəmdə 28 Nisan küçəsi adındaydı. Bizim qarşımızda tanklarla kəsilir. Biz cavan uşaqlar idi, 15, 16, 17 yaşda. Biz onların üstündən, tankların üstündən aşan zaman hərbçilər silahlarını yığışdırdılar. Yəni hamısında Kalaşnikov avtomatları var idi. O Kalaşnikov avtomatlarını yığışdırdılar ki, birdən kiminsə avtomatından bir mərmi çıxar, uşağı vurar. Yəni bir insaniyyətlik aşağı-yuxarı biraz var idi o hərbçilərdə və Moskovada olan o milliyyətçi qüvvələr və o xalqın əzmini, azadlıq hissini boğmaq istəyən insanlar
başa düşürdü ki bu qoşunlarla bu hərəkəti boğmaq mümkün deyil. Ona görə də e, Bakı şəhərinə 1990-cı ilin 19-20, 19-undan 20-sinə keçən yanvar ayında, yəni Ocaq ayında 65 minlik xüsusi təyinatlı, yəni onlar xüsusi eğitimi almış, yəni onlar üçün insani his deyilən hansısa e, bir insana bir rəhm hissi olmayan bir əskərlərdən ibarət xüsusi muzlu dəstələr yeritdilər. 65 minlik bir kontingent. Bunlar 18 yaşında uşaqlar deyildi. Dünənə qədər əskəriyə gəlmiş və bizlə küçələrdə tanklar üzərində duran 18 yaşında olan əskərlər deyildi. Bunlar hamısı 30-35 yaşdan yuxarı olan, amma xüsusi eğitim keçmiş və yalnız belə belə əməliyyatlar üçün bu xalqın əzmini boğmaq istəyən tamamilə başqa bölgələrdən, Rostovdan, Krasnodardan, digər əyalətlərdən toplanmış və zamanında xüsusi hərbi təlim keçmiş insanlar idi ki, onların insan öldürmək kimi bir problem mi deyək, ya insani bir his mi deyək, bir şey yox idi bunlarda. Bunlar əgər əmr alırlarsa, uşaq, qadın, kişi, əlil, heç fərqi yoxdur. İstənilən şəxsi aşıb keçməyə, öldürməyə, özdə istənilən silah növündən də çox rahat istifadə edən şəxslər olmuşdu. Bu 65 minlik qoşun Bakı şəhərinə 5 istiqamətdən daxil oldu. Xalq onların qarşısını almağa çalışdı. Əli yalın xalq bir neçə istiqamətdə, o cümlədən də bizim evimizin yaxınlığında olan indiki 20 yanvar dairəsi deyilən bir yerdir. O vaxtı 11-ci Qızıl Ordusu meydanı adlanırdı. Salyanski kazarma və 20 yanvar dairəsi həmən dediyim ərazilər bizə çox yaxın idi. İnsanlar əli yanı tankların qarşısına çıxırdı. Amma həmən o 65 minlik bir kontingent 5 yerdən şəhərə daxil olarkən, onlar tanklarla bütün maşınları əzdilər, keçdilər və qarşısına çıxan insanları qırırdılar. Və qırırdılar özdə fərqi yox idi. Kim harada olmağından asılı olmayaraq. Balkondan baxana vururdular. Qapısının ağzında duranı vururdular, maşınla gedəni vururdular. O cümlədən 21-i günü artıq mənim atamın da maşınını vurdular arabada gedərkən. Sadəcə olaraq xoşbəxtçilikdən güllə atama dəymədi, yəni babama dəymədi. Biz oradan çox yaxşı bir qurtardırmış olduq da. Belə hadisələri biz şahidi olduq. Bəli, Azərbaycanda başlayan bu milli azadlıq hərəkatı böyük bir Sovetlər İttifaqının dağılmasına əslində əsl böyük səbəb olan hadisələrdən biri oldu. Digər respublikalarda da, o cümlədə Mərkəzi Asiya respublikalarında da, mən bilirəm Düşənbədə də 1990-cı ildə hadisələr baş vermişdir. 1991-ci ildə başqa bir hadisələr Pribaltika respublikalarında baş vermişdi. Yəni artıq o Sovetlər İttifaqı zamanında süngü ilə qan üzərində qurulan bir məmləkət artıq o milli azadlıq hərəkatına bürünmüşdü. Həmən o milli dövlətlər, milli respublikalar artıq öz azadlığına qovuşmaqda idi. Və bunun da nəticəsi olaraq 1991-ci ilin Aralığı ayında Sovetlər İttifaqı bir dəfəlik ləğv olundu. Sovetlər İttifaqı dağıldı və bunun əsasında da 15 respublikalar yarandı. Ona görə də bugün biz 20 yanvar hadisələri barədə danışanda bu bizim həm xalqımızın qanlı, faciəvi bir hadisələr kimi danışırıq, amma eyni zamanda bu da bir qəhrəmanlıq salnaməsidir və düşünürəm ki, bu qəhrəmanlıq salnaməsini Azərbaycan xalqı yox, bütövlükdə Türk dünyası heç bir zaman unutmamalıdır. Artıq 36 il biz qeyd edirik 20 yanvar hadisələrində, yanvar ayında 36 il tamam olur. Amma mənim xatırlayıram ki, biz hər il yeni faktların, yeni tarixi hadisələrin şahidi olur. Çünki şahidlər olur, danışırlar onlar, müxtəlif hadisələr. Yenə də biz görürük ki, o qədər qapalı, o qədər qaranlıq qalan səhifələrimiz olubdur ki, 20 yanvar hadisələrindən bağlı. Çünki o dönəmdə Sovetlər İttifaqı çalışdı ki, bu hadisələr dünyaya yayılmasın, bu hadisələr barədə məlumat verilməsin. Amma informasiya blokadası yarıldı. İnformasiya blokadası Ulu Öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sayəsində yarıldı. 1990-cı ilin yanvar ayının 21-də ilk dəfə olaraq ən rəsmi səviyyədə Heydər Əliyev Moskovada yerləşən bizim orada nümayəndəlik var idi, konsulluq xidməti var idi. Ora müraciət edir daimi nümayəndəliyə, ora gedir öz ailə üzvlərlə birlikdə və ilk dəfə olaraq bir çox beynəlxalq kanalların
gözü qarşısında 20 yanvar hadisələri barədə danışır və öz etirazını bildirir. Hətta Komünist Partiyasından çıxdığını və ondan sonra Azərbaycanda böyük bir hərəkat başlayır. Komünist Partiyası dağılmağa başlayır. Artıq mərkəzi hakimiyyət Azərbaycan xalqı üzərində təsir imkanlarını itirir və Azərbaycan xalqı artıq real öz baxımsızlığına qovuşmaq uğrunda açıq mücadiləyə gedir. Çünki burada artıq əli yalın insanlar şəhid vermiş bir xalqın nümayəndəsi olaraq o meydanlardan bir ans olsun belə geri çəkilmir. Və nəticə etibarilə yenə də Moskova Azərbaycanın başına Qarabağ müharibəsini açır. 1991-ci ildə Birinci Qarabağ savaşı başlayır. Yenə də əli yalın insanlar Qarabağ savaşına qalxır. Ermənistan tam təchiz olunduğu zaman, Ermənistana bütün silahlar verildiği zaman, Ermənistana silahlar peşkəş edildiği bir zaman, Sovet qoşunlarının ayrı-ayrı bölmələri 1992-ci ildə Xocalı soyqırımını törədir. Bura Rusiyanın 366-cı moto atıcı alayı iştirak edir bu hadisələrdə. Sonra 1992-93-cü il Laçın, Kəlbəcər hadisələrində Pskov, o hərbi desant alayının Pskov bölmələri iştirak edir. Yenə də Rusiyadan gəlmə bölmələr. Laçın və Kəlbəcərin işğal olunmasında. Kəlbəcərdə eyni zamanda Fransadan gəlmiş muzlular olur ki, Moskova buna da göz yummuş olur. Yəni Ermənistanın tərkibində muzlular da vuruşurlar. Ermənistanın silahlı qüvvələrində. Baxın, biz Milli Azadlıq Hərəkatı barədə danışırıq. Bu Milli Azadlıq Hərəkatı saatlarla danışılası olan bir məsələdir. Amma bir məsələni yaddan çıxartmayaq. Sovetlər İttifaqının dağılmasında milli respublikalarda baş verən hadisələrin birbaşa rolu oldu. Məhz o rol hesabına, məhz o xalqların mücadiləsi hesabına bugün Sovetlər İttifaqına artıq keçmişdə biz danışırıq. Bugün müəyyən cəhdlər var idi. Yenə də çalışırdılar Sovetlər İttifaqı 2, nə bilim, cürbəcür imperiya, buna bənzər hansısa bir quruluş yaratsınlar. Amma bu kimi planlar da puça uğradı. Bu kimi niyyətlər də darmadağın oldu. Bugün artıq Sovetlər İttifaqı imperiyasının dağılması nəticəsində bugün 15 bağımsız respublika, müstəqil respublika fəaliyyət göstərməkdədir. Və bugün də yenə də baxın, bizə qarşı müxtəlif səvkilərdə, müxtəlif istiqamətlərdə təpkilər var və bir qədər əvvəl Camaləddin Hoca Şimali Kipr barədə danışdı. Siyasi politoloji müstəvidə müxtəlif üsullardan istifadə edirlər. Türk dünyasının qovuşması, Türk dünyasının bütövləşməsinin qarşısına almış olsunlar. Amma bugün Türk dünyası, Türk Dövlətləri Təşkilatı deyilən mühüm bir təsisat var. Bugün Türk Dövlətləri Təşkilatının fəaliyyəti artıq Türk dünyasına böyüməkdədir. Artıq Türk dünyası gücləndikcə onun düşmənləri zəifləməkdədir. Nə qədər də onlar birləşsələr, nə qədər də bizə qarşı bu mücadilə göstərsələr də belə bizim həmrəyliyimiz, bizim birliyimiz Türk dünyasının bu mücadilədən qalib çıxmasına səbəb olacaqdır. Necə ki zamanında 1990-cı ildə 19-undan 20-sinə keçən gecə Ocaq ayında Azərbaycan xalqı öz birliyini, öz həmrəyliyini, öz əzmkarlığını necə ki ortaya qoydu. Bugün artıq bağımsız respublikalar arasında söz sahibi olan dövlətlərdən biridirsə, əminəm ki, Türk dünyası da bax beləcə daha da bütövləşərək, daha da qüdrətləşərək, daha da güclənərək, bütün ona qarşı olan mücadilələrə müqavimət göstərərək Avrasiya qitəsində, yox bütövlükdə, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevriləcək bir siyasi bir məkana çevriləcəkdir. Və mən burada iştirak edən bizim Qazaxıstandan, Özbəkistandan, Şimali Kiprdən, Türkiyədən olan bütün dostlarımızı, qardaşlarımızı salamlayıram. Hər birinizə uğurlar arzulayıram və beləcə məni diqqətlə qulaq asdığınız üçün bir də ola bilər biraz vaxt etibarilə çox danışmış oldum. Amma üzürü sayın, hesab edirəm ki, bəzi deyəcək sözlərim var idi. Mən o fikirləri sizə çatdırmaqla hesab elədim ki, bir balaca da olsa öz borcumdan çıxmış oldum bu tədbirin təşkilatçıları qarşısında. Çox sağ olun, minnətdaram. Azer Hocam çok teşekkür ederim. Konuşmalarınızın her saniyesi önemliydi. Rahatsızlığınıza rağmen geldiniz, katıldınız, böyle bir günde yalnız bırakmadınız. Yüce Rabbim sizlere hayırlı, sağlıklı, uzun ömürler versin. Her zaman can sağlığı diliyorum ve her zaman var olun inşallah. Sağlığınıza bizim için dikkat edin. Çünkü sizin gibi dostlar her zaman Allah sağlık versin. Önemlisiniz bizler için. Bu Türk teşekkür dünyası için önemlisiniz. Azerbaycan için Allah değil sadece.
Allah sizi var eləsin. Teşekkür ederim. Mənim yadıma düşdü bir rəsmi onu mən danışım çox qısaca olaraq. Buyurun tabii ki. Günlərin bir günü Şirvanşah 1. İbrahim İmaməddin Nəsimini küstürmüş olur. Eşitmiş olmuş olarsınız yəqin ki bu sözü. İmaməddin Nəsimi öz çuvalını götürür, çıxır Şamaxıdan çıxır, üz tutur, gedir yaxın şərqə, müxtəlif Suriyə, digər ölkələrə. Bu birinci Şirvanşah İbrahim ona deyir ki, şair, qayıt sən Azərbaycana lazımsan. İmaməddin Nəsimi çönür deyir ki, mən bəşəriyyətə lazımam. Evelallah. İndi sizin hər biriniz bizim Türk dünyamız üçün çox dəyərlisiniz və siz bizlərə lazımsınız. Allah şahidim aynı şeyi sizin için düşünüyorum. Onun için evelallah dedim. Evet siz öylesiniz bizim için. Çok sağ olun. Var olun. Çok teşekkür ederim. Sağ olun. Çok sağ olun. Çox sağ olun Azər müəllim. Cəmaləddin hocamız dediyi kimi hər zaman yanımızda olursunuz. Yürekten Rahatsızlığınıza söylüyorum. rağmen. Yürekten. Həqiqətən hocamız da hər zaman qonaqlar danışdığımız zaman ön planda sizlərin adınız çəkir. Var olasınız. Çok değerli benim için. İndi isə sözü Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhuriyet Meclisi Millət Vəkili Zorlu Ture hocamıza vermək istəyirəm. Buyurun Zorlu hocam, söz sizdədir. Hayırlı akşamlar, hoş geldiniz. Hayırlı akşamlar. Tabii ki bütün Türk dünyasına öncelikle sevgiler, selamlarımı gönderiyorum. Programa katılan ve programı yapan tüm arkadaşlarına başarılar diliyorum. Gönüllerimiz bir, davamız bir, milletimiz bir, nefesimiz bir. Hep birlikte yürüyeceğiz, devam edeceğiz. Türk milleti bir cihan milletidir. Sadece Azerbaycan'dan, sadece Türkiye'den, sadece Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden ibaret değildir. Dünyanın her yerinde Türk vardır ama Türk devletleri vardır. Ne mutlu bize ki bu Türk devletlerini azalttığını gördük. Eğer komünizm yıkılmasaydı, eğer Bakü'de direniş olmasaydı, 20 Ocak şehitleri olmasaydı, ondan önce ta 1986'larda, 88'lerde, 89'larda yine bir verilen şehitlerimiz var. 1918'de verilen şehitlerimiz vardır. İlk bağımsızlık hareketinde Azerbaycan'ın şehitlerimiz vardır. Tabii ki şehitleri olmayan bir millet istiklalini kazanamaz. Gazileri olmayan bir millet azatlığını kazanamaz. Dolayısıyla biz diyoruz ki tarihin dilinden düşmez bu destan. Nehirler gazidir, dağlar kahraman, her taşı yakıt olan bu vatan, can verme sırrına erenlerindir. Yani vatan için can vermeyi bilmeyen bir millet azat olamaz. Bağımsızlığını, özgürlüğünü, egemenliğini kazanamaz. Dolayısıyla Türk milleti de Azerbaycan halkı da işte vatan için can verme sırrına ermişler ve 19-20 Ocak'ta 1990 yılında şehitler vermişler. Ama oraya gelene kadar da birçok direnişler göstermişler. Canı cana katmışlar, kanı kana katmışlar ve Azerbaycan'ın bağımsızlığına, azatlığına giden yolu açmışlar. Tabii ki Sovyetler Birliği'nin, Sovyetler İttifakı'nın da dağılmasıyla 15 Cumhuriyet bağımsızlığını elde etti. Bunlardan 5 tanesi tabii ki Türk devletleri olmuş. Biz o Türk devletlerinin bağımsızlığa kavuşması için yıllarca hep hayal kuruyorduk. İdeallerimiz hep o yöndeydi. Bizimle alay ediyorlardı. Sen Türkçüsün, Turancısın, gericisin diye bizi incitirlerdi. Ama Allah'a şükür o günü de gördük. Daha önceden de tabii ki biz 20 Temmuz Mutlu Barış Harekatı'nın oluşmasında yine bekliyorduk. Türkiye'yi, Türk ordusunu bekliyorduk. Osmanlı Devleti 1878'de adadan çekildikten sonra 1974'e kadar 96 yıl geçmişti. Rumlar bize bekledim de gelmedin, hiç mi beni sevmedin diye şarkılar söylüyorlardı. Kıbrıs Türk mücahidinin, Kıbrıs Türk halkının moralini bozmak istiyorlardı. Ama biz hiç moralimizi bozmuyorduk, direnmeye devam ediyorduk. Bir gün Türk ordusu gelecek ve Kıbrıs Türk halkı da bağımsız olacak, özgürlüğünü kazanacak. Neticede 20 Temmuz Mutlu Barış Harekatı gerçekleşti. Daha sonra Kuzey Kıbrıs Türk Cumhuriyeti ilan edildi ve biz de milli azatlığımızı elde ettik. İşte Bakü'de de 20 Ocak şehitlerinin sayesinde ve daha önce verilen direnişlerle milli irade tezahür etti ve Azerbaycan milli bir devlet olarak
dünya devletleri arasında yerini aldı. Şimdi bu yeniden Sovyetler Birliği'ni canlandırmak isteyenler var ama onlar hayal ediyorlardı. Şimdi artık bunlar çok geride kaldı. Kıbrıs'ta da Birleşik bir Kıbrıs diyerek Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni ortadan kaldırmak isteyenler vardır ama onlar da hayal ediyorlar. Çünkü biz artık azatlığı elde ettik. Milli irademiz Kuzey Kıbrıs Türk Cumhuriyeti'dir ve bu cumhuriyeti Türk dünyasıyla birlikte yaşatmaktır. Bize diyorlar ki dünya sizi tanımıyor ama bizi dünya tanımasa da Türkiye tanıyor. Bizim için Türkiye'nin tanıması çok çok önemlidir. Çünkü kimse bizim kılımıza dokunmuyor. Türk ordusu buradadır. Birinci olarak büyük ağabeyimiz olan Türkiye'ye kavuştuk. İkinci ağabeyimiz de Azerbaycan'dır. Çünkü Azerbaycan bizim için kutsal bir topraktır ve kutsal bir devlettir. Onun için Kıbrıs'tan, Kuzey Kıbrıs'tan Kafkaslara selam olsun. Azerbaycan'a selam olsun. Bütün şehitlerimizin ruhları şad olsun. Hayatta olan gazilerimize sağlıklı ömürler diliyoruz. Ve şöyle diyor şair, şuheda fışkıracak toprağı sıksan şuheda, canı cananı bütün varımı alsın da hüda, etmesin beni vatanımdan dünyada cüda. Dediğimiz o aziz şehitlerin bize emanet bıraktığı topraklarımız, Karabağ, Bakü, diğer topraklarımız hepsi de korumak mecbur, hepsini de korumak mecburiyetindeyiz. Kuzey Kıbrıs'ı da korumak mecburiyetindeyiz. Azerbaycan'ı da korumak mecburiyetindeyiz. Çünkü buraları bize ne Rusya, ne Amerika, ne Avrupa Birliği, ne Minsk grubu, ne Birleşmiş Milletler Güvenlik Konseyi hediye etmiş değildir. Kim hediye etti? Az önce ifade ettiğim o şuhedalar bize hediye etti. Kahraman gaziler hediye etti. Onlara ihanet etmek, onları unutmak bize yakışmaz. Şair ne dedi? Kahramanlık ileri atılıp geri dönmemektir. Kahramanlık bayrağı yere düşürmemektir. Kahramanlık yere düşenin elinden bayrağı kapıp daha yükseklere çıkıp bayrağı dikmektir. Onun için bizlerin görevi Türk devlet ve topluluklarının hür ve bağımsız olarak azat bir şekilde azatlıklarını elde etmiş şekilde yollarına devam etmelidir. Türk Devletleri Teşkilatı elbette sıkıntılar yaşıyor ama bunlar gelip geçicidir. Bu günleri de gördük. Ne mutlu bize. Eskiden bunları hayal ediyorduk. Bir gün mutlaka olacak diyorduk. Ama bunların olması mümkün değildir diyerek bizi suçlayanlar bugün şaşkınlık içerisindedirler. Biz hayallerimiz gitgide gerçekleşti. Bundan sonra da daha büyük ülkümüz gerçekleşecek ve Türk Birliği daim olacak. Azerbaycan daima azatlık içerisinde yoluna devam edecektir. Hepinize en derin sevgilerimi, selamlarımı gönderiyorum. Ve çırpınırdın Karadeniz bakıp Türk'ün bayrağına ama işte Karadeniz'den öteye Kafkaslar'da, Kafkasya'da, Azerbaycan'da Türk'ün bayrağı olan Azerbaycan bayrağı şerefle dalgalanıyor. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde de biz hem Türk bayrağını, Türkiye'nin bayrağını, hem Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin bayrağını, hem Azerbaycan'ın bayrağını en çok caddelere, toplantılara götüren kişileriz. Burada Hocalı katliamını daima anlayan ve anlatmaya çalışan bir kardeşinizim ben. Dolayısıyla Hocalı katliamında da 613 şehidimiz vardı. Bu tam bir soykırımdı, Ermeni soykırımıydı. Ama bugün Ermenistan da boyunun ölçüsünü aldı ve Dağlık Karabağ'ı zaten bizimdi ve oraları terk edip gitmişlerdir. Şimdi artık Karabağ Azerbaycan'dır. Yola devam ediyoruz. Kuzey Kıbrıs'ta Türktür ve yola devam ediyor. Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne de kimse dokunamaz. Yola devam ediyoruz. Şanlı bayraklarımıza, topraklarımıza selam olsun diyorum. Aleykümselam. Zorlu Bey, Zorlu Hocam. Çok çok güzel konuşmanızdan dolayı yürekten teşekkürler. Bakın baştaki konuşmamı dinleyen dostlar haklı olduğumu gördünüz. Çünkü Zorlu Bey'i yakından takip eden biri olarak söylüyorum. Bu birliğimizi Yüce Rabbim her zaman daim kılsın.
E, Kıbrıs'ımızı da inşallah en üst düzeyde, ben Kuzey Kıbrıs demiyorum. Bütün Kıbrıs'ı bütün olarak ben kabul ediyorum ama inşallah başında Zorlu Bey gibi üstadlarımız olması şartıyla okları ters çevirerek Kıbrıs'ın tümü bizimdir. Dolayısıyla Allah hayırlı sağlıklı uzun ömürler versin size de. Çok teşekkür ederim. Ben teşekkür ediyorum. Tekrar buluşmak ümidiyle İnşallah inşallah. her zaman baş tacısınız. Çok sağ olun Zorlu hocam. Teşekkür edirik. Var olasınız. Çok teşekkür ediyorum. Çok sağ olun hocam. İndi ise sözü Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun şöbə müdürü Profesör Almaz Ülvi Binnətova xanıma vermək istəyirəm. Buyurun Almaz xanım, söz sizdədir. Almaz Hocam hoş geldiniz. Evet. Akşamınız xeyir olsun. Hayırlı akşamlar. Hörmətli Cemalettin hocam, sizi özellikle hoş gördük. Aziz dostlar, Anar Bey, hamınızı ve ben Cemalettin Bey size ayrıca bir teşekkür borcu yetirim ki siz artık neçə illərdir 20 yanvar ərəfəsində bizim şəhidlərimizi anırsınız. Her zaman Bütün borcum Türk olsun. dünyasına yayırsınız. Bu təkcə bir xalqın və yaxud da ayrı-ayrı ailələrin faciəsi yox, bütövlükdə bir Türk dünyasının Evet. faciəsidir. O səbəbdən yəni bunun bir xüsusi əhəmiyyəti var ki, hər kəs bunları bilsin. Hər kəs bunları bilsin, tarixdən dərs almaq üçün, tariximizi unutmamaq üçün və Allah göstərməsin, təkrar qarşımıza belə acılar çıxanda Amin. bir təcrübəmizin olduğunu bilək, dostumuzu, düşmənimizi tanıyaq. Bu anlamda keçirdiyiniz bu konferansların çok büyük tarihi ehemmiyeti vardır. Çok Teşekkür teşekkür ederim. ederim. Hörmətli bizim milletvekilimiz Azər Allahverənov 20 yanvar ve 20 yanvara kadar gelen yolu çok güzel aydınlattı. Hem siyasi mənada, hem ictimai mənada. Ona göre o günlerin olaylarını ben tekrar burada danışıp vaxtınızı almaq istəmirəm. Zaten bütün təfərrüatıyla bir tez şeklinde çatdırdı. Doğrudan da çok ağır günler idi ve 20 yanvara kadar gelen günleri biz insanlar xüsusən Bakı ve Bakı ətrafı əhali necə ağır günler yaşadı onu bir Allah şahiddir. Bir de o gecenin karanlığında aydınlanan şəhidlərimizin ruhu. O gece bizim ailəmizə də çok büyük bir ağır itki oldu. Mənim qardaşım oğlu Ülvi Yusufoğlu Bünyatzadə 20 yaşlı bir gənc, milli azadlıq mücahidi, yəni gənc olmasına baxmayaraq artıq o öz çevrəsində, o təhsil aldığı institutda dostları arasında tanınan bir gənc idi. Və nə acı ki, Ülvi o gecə şəhid oldu. Yəni biz buna bugün də inanılmır, amma gerçəkliklər var ki, o gerçəklikləri məcburuq ki, qəbul edək. Və Ülvi şəhid olandan sonra onun əsərlərini biz çap etmək qərarına gəldik. Bunun səbəbi nə idi? Çünki o vaxtı bayaq hörmətli Azər bəy çox gözəl dedi. 20 yanvar olayları olandan sonra bütün dünyaya belə bir informasiya yayıldı ki, güya Azərbaycanda bir qrup ekstremist qruplar deməli dövlətin məhvinə doğru bir deməli hücumlar hazırlayıblar. İşlerin dağılması yönündə əhalini, dinc əhalini deməli narahat etmək baxımından bir qrup ekstremistlər bu hadisənin törənməsinə səbəb oldu. Amma biz bunları ona görə yaydıq ki, o gecə bizim çox hörmətli professorlarımız şəhid oldu. Çox böyük milli düşüncəli övladlarımız şəhid oldu. Yəni hər kəs küçədə idi. Heç kim evində değildi. Və artıq 10 gün idi Bakının dörd tərəfi tanklarla, pulemyotlarla dolu olsa da heç kim evinə girmirdi. Hər kəs küçədə o döşünü, yaxasını sipər etmişdi. Çünki Bakını əzməyə, Bakının küçələrində Rus tırtıllarının, tanklarının yeriməsinə heç kim razı ola bilmirdi. Ona görə hər kəs belə deyim ki, canını qurban verməyə hazır oldu. Onlardan da biri, bayaq dediyim kimi, bizim ailədən olan 20 yaşlı
Ülvi Bünyəsadə idi. Ülvi o gecə şəhid oldu, amma şair kimi yenidən doğuldu. Hələ dəfn olunmamış 22 yanvar 1990-cı il onun cib dəftərçəsindən çıxan bir andı demək olar ki, əl-əl gəzdi. Az sonra şeirləri yaydı. Tələbə şair Ülvi Bünyəsadənin Azərbaycan müstəqillik tarixində yeri olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixində də özünə məxsus yeri vardır. Onun 200-ə yaxın şeiri, bir poeması, povesti, 40-a yaxın hekayəsi, 6-7 piyesi, publistik və ədəbi məqalələri, dünya ədəbiyyatından, yəni dünya ədəbiyyatının klassiklərindən, orijinaldan tərcümə etdiyi şeir və hekayələri, məktubları çap olunaraq yayılmışdı. Mən o zamanlar Ədəbiyyat və İncəsənət qəzetinin müxbiri idim. Ülvi isə Krasnoyarsk vilayətin Kanski şəhərində əskəri xidmətdə idi. 2 illik əskəri xidmətə keçmişdi. Ülvi oradan hər gün məktub göndərirdi mənə, hər gün. Azərbaycanda nə hadisə baş verir. Və çox qəribədir ki, mən isə ona hər gün Azərbaycanda baş verən hadisələri həm yazırdım, həm də o zaman belə deyim ki, xırda qəzetlər, broşura şəklində qəzetlər çıxırdı. Sonra rəsmi qəzetlərimiz vardı və mən onların hamısını bir konvertə qoyub hər gün Ülviyə göndərdim. Belə deyim ki, Ülvi sanki elə hadisələrin içində idi, meydan hadisələrinin içində idi. Yəni o qədər uzaq məsafədən bütün bu hadisələrin birbaşa içində idi. Ona görə növbəti məktublarının birində mənə yazdı ki, Almaz, burada deyir ki, hər kəs elə başa düşür ki, Qarabağ Ermənistandır və biz onlara torpaqlarına sahib çıxmışıq. Mən deyir, çox çətinliklə də olsa burada bir dərnək yaratdım, Xətai adlı bir dərnək yaratdım və bir neçə Azərbaycanlıyı toplaya bildim. Təxminən bir 20 nəfər Azərbaycanlı toplandı və biz əsas işimiz nə oldu? Gerçəkləri bir vərəqə şəklində yaymaq. Təbii ki, deyir, biz hərbi hissədə idik. Biz yazırdıq, bir neçə nəfər idik, yazırdıq və o hərbi hissədən kənarda olan Azərbaycanlıları ötürdük, onlar yaydı və beləcə artıq biz deyir, orada belə bir məlumat, insanların şuuruna belə bir məlumatı yerləşdirə bildik ki, bəli, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır və ora Rus imperiyasının əli ilə ermənilər hücum ediblər və orada deməli torpaq işğalından söhbət gedir. Ona görə də yəni və bu məktub və hər dəfə məktubları gələndə Ədəbiyyat qəzetinə o şeir də göndərirdi. Bu hadisələr belə olanda təbii ki, bu çox ağır bir hadisə idi. Getsin, gəlməsin o günlər. Məni ovutmaq üçün bizim qəzetimizin baş redaktoru Nəriman Həsənzadə dedi ki, qızım, bəs Ülvi hər məktubunda şeir göndərdi. Gətir o şeirləri biz çap eləyək. Bu əslində məni ovundurmaq üçün idi və mənim də ağlım kəsdi. Çünki o şeirlər doğrudan da sırf meydan ruhluydu, milli azadlıq ruhunda olan şeirlər idi. Məsələn, o şeirlərdən mən birini diqqətinizə yetirim. Mən qorxmuram uzaq yola çıxmaqdan, bu yolun şaxtasından, soyuğundan mən qorxmuram. Mən qorxmuram uzaq yola çıxmaqdan, bu yolun acısından, ağrısından, ölüm adlı yuxusundan mən qorxmuram. Yollar saysız, yollar sonsuz. Yollar ötür, keçir, dünənimdən, bugünümdən, sabahımdan ötür, keçir. Mən qorxmuram uzaq yola çıxmaqdan. Çünki dünyadakı bütün yollar anamın təndir evinin qabağından ötür, keçir. Yəni bu cür şeirlər idi və belə deyim ki, Ülvi özü getdi, amma o özünün dəstxəti ilə olan yazıları ilə biz yerində qalan ailəsini belə deyim ki, bir təskinlik verirdi və mənim qardaşım Ülvinin atası deyirdi ki, biz deyir odu köndürüb közlə oynayırıq. Amma sonra mən düşündüm ki, bunlar lazımdır. Nə üçün? Çünki qoy bütün dünya bilsin ki, o gecə hətta gənclərimiz belə şuurlu surətdə özlərini tankın altına atıblar. Və Ülvi o gecə bir qərargahda olubdu və deyir ki, bayırdan uşaqlar İçəri hamısı gəlibdir ki, bəs tanklar atılır gecə saat 12 tamamda. Hər kəs tez içəri girib ki, heç kim bayıra çıxmasın və artıq Rus tankları şəhəri gülləbaran eləyir. Və bu zaman Ülvi deyib ki, siz içəridə oturun, mən əskərlikdə olmuşam
dolu güllə və yaxud da boş patron olduğunu bilirəm. Mən çıxım bayıra sizə xəbər gətirim. Və çıxır və tez də qayıdır içəri girir ki, heç kim otaqdan çıxmasın. Mən gedim görüm vəziyyət nə yerdədir. Çünki atılan güllələr gerçəkdir. Və Ülvi çıxıb əlində də səs ucaldanan ona doğru gələn tanka tərəf gedir. Şəhərdə bütün zülmət, qaranlıq, çünki ordu şəhərin bütün işıqlarını söndürmüşdü. Və tank o səs gələn tərəfə, yəni Ülvünü nişan alıb onun düz ağzından vurmuşdu və həmin güllə onun içini ovub kürəyindən çıxmışdı. Və deyim ki, məsələn, 2 gün o nəşə evdə oldu. Hətta o vəziyyətdə də onun qanı elə gedirdi. Bunlar çox ağır bir şeylər idi və mən ona görə belə deyim ki, Ülvünün poetik dünyasından bir neçə kəlmə danışım ki, zaten o günləri yaşayırıq. Ülvü poeziya həvəsi ötəri olmamışdı. Əksinə o qəlbində getdikcə artan bir tələbata çevrilmişdi. 13 yaşında öz yaşlılarına bir şeir ithaf etmişdi. Döyüşlərdə yoğrulmuşuq, gələcəyə qaranquşuq. Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik. Bunu o Sovetin parlaq bir dönəmində, insanların belə deyim, dırnaqarası da olsa şad xürrəm yaşadığı bir dövrdə, yəni 1982-ci ildə qələmə almışdı. Bu şeir Ülvünün bugün poetik yaradıcılığının özül daşıdır. Orta məktəbdə oxuduğu illərdə onun ədəbiyyata, elmi biliklərə son dərəcə marağı böyük idi və o müxtəlif səpkili bədii və publistik hekayələri ilə, məqalələri ilə rayon qəzeti Daşkəsən qəzetində çap olunurdu. Çünki həmin vaxtı Ülvi Daşkəsən rayonunda deməli poeziya dərnəyinin bir üzvü idi. Sonra 1987-ci ildə Azərbaycan Dillər Universiteti İnstitutunun İngilis Dili Fakültəsinə daxil olmuşdu və bu elə təhsil illərinin ilk günlərindən o aydın fikirliyi, həyata nikbin baxışları ilə dərhal müəllim və tələbələrin dərin rəğbətini qazanmışdı. Qrup nümayəndəsi seçilmişdi, dərs əlaçısı idi, fəal ictimaiyyətçi idi və tezliklə bütün institutda onu tanımışlar. Və hətta institutun qəzetində də Ülvünün mütəmadi olaraq şeirləri və hekayələri və institut həyatına dair məqalələri çap olunurdu. Ülvü, mən bayaq qeyd elədim, təhsilinin 1-ci ilini tamamlayandan sonra o əskəriyə getdi, Krasnoyarsk vilayətinin Kanski şəhərinə və orada dediyim kimi Dağlıq Qarabağ problemi xalqı üçün yaratdığı sıxıntıların, izrafların, gərginlərin daha da dərinləşdiyini dərk etmişdi. Və elə qayıdan günü, yəni 1 ili tamam olanda geri qayıtdı sentyabrın 10-da. Çünki o zaman Qarbaçov yenidən belə bir fərman imzalamışdı ki, tələbələr əskəri xidmətini yarımçıq qoyub geri qayıtsın. Və Ülvi də yarımçıq qoydu, geri qayıtdı və gələndə o ilk sentyabrın ayının 10-da gələndə Azadlıq meydanında böyük miting idi. Biz bir yerdə mitingə getdik. Zaten bizim evimiz Azadlıq meydanına yaxın idi. Söhbət eləyə getdik, ora çatdıq və oradan qaydanda yol boyu Ülvi dedi ki, Almaz, mən bayaq meydana gedəndə başqa bir Ülvi idim, indi geri qayıdıram, tamam başqa bir Ülviyəm. Və o bir ant yazdı. Mən Bünyadzadə Ülvi Yusifoğlu həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm. Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam. Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam. Öz Azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl nəcabətimə, damarlarımda axan Azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq. Nəyin bahasına olursa olsun, öz Azərbaycanlı mənimi təsdiq edəcəyim. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun. Vətən üzü görməyim. İmza Ülvi Bünyadzadə, 10 sentyabr 1989-cu il. Bu andı yazandan təxminən bir 3 ay keçdi, keçmədi və qara yanvar gəldi və Ülvi şəhid oldu. Bu and Azərbaycan xalqının milli azadlıq mübarizəsində bir əzəmətli himn kimi səslənir. Azadlıq meydanında miting zamanı 19 yaşında layiq görüldüyü, əskərlikdə layiq görüldüyü Komünist Partiyası biletini
Ovucunun içində onu Majikərənə yandırmışdı. Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa bütün cismimizi yandırmağa hazır olmalıyıq. Və belə demişdi. Və Ülvünün Ülvü mart ayının 2-sində 20 yanvar şəhidlərinin 40 oldu və artıq deməli bu kitab Ülvi Duyğularım adlı kitabı çap olundu. Çox kiçik cəmsi neçə səhifəli bir kitab idi? 90 səhifə, 50 səhifəlik bir kitab idi və burada Ülvünün andı, daha sonra onun şeirləri çap olundu və bu şeirlərin birində belə deyir: Anam da, övladlarım da məni qəmgin xatırlasın. Qoy ən əziz dostlarımsa həmişəlik yadırğasın. Bir ocağın ətrafında mənə ehsan paylasınlar. Qoy lap məni bəxtsiz deyə bənzətsinlər bir yazığa. Ancaq gözlə gəlməliyəm bir ölümün acığına. Və gəldi. Bir il, bu həmin hadisələrdən bir il ötməmiş, Azərbaycan öz müstəqillik aktını imzaladı və bunlar hamısı Ülvilərin qanı hesabına başa gələn hadisələr idi. Azərbaycan azadlığı öz istiqlalına məhz bu cür gənclərin, bu cür fədakar oğullarımızın qanı hesabına qayıda bildi. Və Ülvi əsərlərində əsas ana xətt vətən müqəddəsliyi, azadlıq duyğusu, qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur. O, qəlbində baş qaldıran milli azadlıq eşqinin müqəddəs yolda çarpışmaqla məşələ çevriləcəyinə inanırdı. Bu 70 il ərzində gəldiyimiz hamarlanmış yol yox, milli mənliyini təsdiqləyən vətən şərəfini ucaldan yol cığır olmalıdır. Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik idealı ilə yaşayan şair 15 yaşındayken vətənə üst tutub yazırdı. Sən mənim yolumda bir məşəl kimi yanırsan, məni də yandırmaq üçün. Döyünən qəlbimin yatan səsini yuxudan oyatmaq, çaxdırmaq üçün. Bütün bunlar milli mübarizə yolunu seçən Ülvünün poetik bir səsi, sədası idi. Ülvü gözəl deməli musiqi duyumu var idi. O musiqi təhsil almışdı, amma bütün demək olar ki, musiqi alətlərində gözəl çala bilirdi. Xüsusən Göyçə torpağının, Ülvü axı Göyçədə Aşxələskər yurdu olan Göyçə mahalında doğulub. Göyçənin ana kodu olan sazı gözəl çala bilirdi. Onun deməli Göyçə gölündən, Divanidən, İrəvan çuxurunda Sarıtel, Ayaq Sarıtel, Orta Sarıtel, Yanıq Kərəmi, Naxçıvanı, bütün bu aşıq havalarını həm sazda, həm piyanoda çaldıqca inanırsınız sanki yer göy oynayırdı. O, yəni Ülvi belə bir oğul idi. Nə bilim, onunla danışmaqla söz bitən deyil. Sibirdən yazırdı ki, bizim yerdə günəş gülümsəyəndə, yəni Azərbaycanda torpaq da al rənginə boyanır. Bizim yerdə qar gözləri üşütmür. Bizdə qar da çiçək kimi ələnir. Və sonra Qarabağ məsələsi, o göndərdiyi məktublarda Topxana meşəsində ağaclar doğrananda Əfqanistan dağlarının əks sədası qəlbinə doldu və o ömür yolu poemasını yazdı. Orada Qarabağ haqqında deyir. Deyir, yox, ulu torpaq, sənin uğrunda həmişə hər yerdə mərd olacaq. Aman sonra üz tutur bir şəhid ruhuna, bir Əfqanistan torpağında həlak olmuş bir Azərbaycan əskərinin ruhuna üz tutur. Deyir, aman qardaş, doğrudur mu deyirlər, gecə gündüz qan tökülür yurdumda. Qarabağın tarixini danırlar, məscid uçur, dam tökülür, sökülür yurdumda. Bütün bu şeirlər, eləcə də bir çox hekayələrin, tərcümələrinin ruhunda, ciddiliyində, sərtliyində, qətiyyətində, cəsarətindən Ülvi 1000 ilin tökmək kişilərinə bənzəyir. O, milli bizim bayramımız olan Novruz bayramı, Novruz bayramı, milli bayramımıza necə təsvir edir? Deyir, yeriyir min naz ilə göylərin şamı gəlir. Ay illər pişvaz edin, Novruz bayramı gəlir. Hanı yaşıl səməni deyin pişvaza çıxsın, hanı qızıl kəməri belini bərk-bərk sıxsın. Ülvünün həm də çiçək qəlbli, sevgi dolu, şeyhli sevgi hissləri vardı. Gözəllərə biganə olmayan qaynar baxışları vardı. O gecə Ülvi şəhid olanda onun təhsil aldığı Hindistan qızlar gəldilər. Yəni onlar
çox bir əzizlərini, doğmalarını itirdiyi kimi oldu və o qızlardan təxminən bir 20-30 qız mənə bir balaca kağızda şeir verdilər ki, bu şeiri Ülvi bizə yazmışdı. Məsələn, o şeirlərdən biri belə idi. Bir qız gördüm, od baxışlı, orta boylu, uzun saçlı. Mənə baxıb güldü, qaçdı, belə gülüş görməmişdim. Bütün bunları bilirsiniz, gənc bir Ülvünün həyat eşqiydi. Bahar nə şirin şeymiş, ətri bənövşədəymiş. Ömrüm sənin eşqindir, eşqin də bənövşəymiş. Və sonda bir misra da deyim və bununla sizi yormayım. Deyir ki, atama oğul deyiləm, anama oğul deyiləm. Bu ocağın kör çırağı, yanmayacaq işığıyam. Atam, anam zəmanədir, mən zəmanə uşağıyam. Əlbəttə, bütün bunlar xoş dünyamızda, bütün bunlar zarafatlı anlarımızda yazılmışdı. Bütün bunlar 20 yanvara kimi idi. Bütün bunlar 20 yanvar gecəsinə keçən gecəyə qədər idi. Ülvünün nəsil qovluğunda 40-a qədər hekayələri var. Dediyim kimi bir povesti var. Bir poeması var. Povest və poemasını bayaq dediyim kimi Əfqanistanda həlak olan Azərbaycan əskərlərinə ithaf eləmişdi. Və onun pyesləri, bu pyesi məhəbbətin manifesti, uğursuz məhəbbət, Dədə Qorqud, Dil, Qəm, Bir Papağın Sərgüzəşti kimi səhnə əsərləri var. Sonra tərcümə yaradıcılığına gələndə Ülvi, mən əvvəllər də o 90-cı ilin ilk günlərindən mətbuatda yazdım, çalışdığım Ədəbiyyat və İncəsənət qəzetinə o ərəb, fars, latın, özbək dillərində sərbəst öyrənməklə yazıb oxumağı, ingilis və rus dillərini isə mükəmməl bilirdi. Yəni Ülvi çox ziyalı bir ailədə böyümüşdü. Bizim evimizin bir divarı başdan ayağa kitablar idi. Bu kitablarda dünya ədəbiyyatının nümunələri var idi. Orada ingilis dilində kitablar var idi, rus dilində kitablar var idi. Və Ülvi o kitablardan öyrənmişdi həyatı. Və onun atası da, babası da, hətta babasının babası da ziyalı bir nəsil olmuşdu. Ona görə bu Ülvinin genetik bir həyəcanı idi, genetik bir vətən sevgisi idi. Onun əsgərlikdən göndərdiyi məktublar, bütün bunların hamısını o hadisələrdən sonra Gənclik Nəşriyyatının baş direktoru, baş redaktoru Hidayət müəllim Ədəbiyyat və İncəsənət qəzetinə mən onun haqqında bir məqalə yazmışdı. Bu zəng elədi ki, Ülvünün bütün qovluğunu gətir, bir baxım və apardım. Orada nə var idi hamısını Hidayət müəllim çap elətdirdi. Bir ölümün acığına adlı bir kitabda. O kitab təxminən bir 400 səhifəli kitab idi. Bütün külliyatını orada çap elədi. Və bu il, ötən il daha doğrusu Ülvünün o 20 yaşında bizdən ayrılıb gedən Ülvünün 55 yaşı tamam oldu. O şeirləri mən bu kitabda yenidən də çap elədim. Əslində o vaxtdan sonra deməli bu şeirlər yenə də elə 1982, 83, 86, 87, 88, 89-cu illər tarixi qoyulan şeirlərdir. Köhnə şeirləridir. Amma hər dəfə çap olunanda mən elə düşünürəm ki, mən onu yenidən həyata qaytarmaq istəyirəm. Bu da bayaq dediyim kimi bir ovunmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların qəbrini nurla doldursun. Onlar dünyalarını, bu bizim dünyamızdan köçüb getdilər haqq dünyasına, bu yalançı dünyadan haqq dünyasına köçüb getdilər. Amma öz əməllərinlə, öz ömürlükləri ilə bir arxada böyük bir milli vətənpərvərlik məktəbi, bir qeyrət məktəbi qoyub getdilər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Yordumsa üzürü sayın. Abbas hocam ne yorması? Vallahi mest ettiniz sizi 10 kere daha 50 kere daha dinlesem sabaha kadar hiç yorulmam. Allah size her zaman can sağlığı versin. Çok Çox teşekkür. sağ olun. Ben Minnətdaram. teşekkür ederim. Siz Allah hər il size anırsınız, hər il xatırlayırsınız. Bütün Türk borcumuz bu. dünyasını bura yığmışsınız, görürəm. O gecənin ilhamları, fərizələri, o gecənin, yəni o qədər oğlanlarımız var. Bunların hamısını anırsınız, bütün dünyaya yarsınız. Var olun. Bu Çok teşekkür ederim. ayrı-ayrı oğlanlarımızın yox, Azərbaycan xalqının Hepsi. qürurunu siz yarırsınız. Teşekkür Azərbaycan ederim. xalqının hansı qeyrətə sahib olmasını siz dünyaya çatdırırsınız. Çox təşəkkür edirəm. Var Ben olun. teşekkür ederim. Allah razı olsun. Çok çok sağ olun. Yani bunun altını çizmeniz çok önemliydi. Teşekkür ediyorum. Azeri Ha, kardeşim buyurun. Mən çox qısaca bir məsələni söyləmək istəyirəm və özümə borc bilirəm onu deyim sizə mütləq.
Bu milli azadlıq hərəkatı idi. Və bu milli azadlıq hərəkatında Azərbaycan xalqı bir nəfər olaraq qalxmışdı ayağa. Millətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir kəs o meydanlara axın edirdi. Baxın, 20 yanvar hadisələri zamanı Azərbaycanlılarla yanaşı həmən o Sovet qoşunlarının kurşunlarına, mərmilərinə tuş gələnlər arasında Tatar var idi. Evet, Rus var idi, evet, Yahudi var idi, Ləzgi var idi, Talış var idi, Tatı var idi. Ben bunu sizə dəqiqliklə deyirəm. Bu tarixi hadisələrdir. Yəni Azərbaycan xalqı bir nəfər olaraq o milli azadlıq mücadiləsinə qalxmışdı və o azadlığına da qovuşdu. İstədim bunu xüsusilə deyəm. Yeri gəlmişkən Almaz xanıma da deyim ki, mən Ülvi, rəhmətli Ülvi qardaşımızın bacısı Könül Bünyadzadə ilə bir yerdə fəlsəfə və hüquq institutunda olmuşam. Mən də orada zamanında doktorant olmuşam. Könül xanım da orada işləyirdi. Yəni bu Almaz xanımın danışdıqlarını elə həm də Ülvinin bacısı Könülün dilindən də eşitmişik biz o zaman o dönemlerde. Çok sağ olun. Bir daha Allah bütün şehitlerimize rahmet eylesin. Azat Bey kardeşim çok çok teşekkür ederim. Burada da gene yine neyi görüyoruz? Demek ki vatan demekle bizim için önemli olan her zaman programda bunları anlıyoruz ya. Biz kimsenin dinine, mezhebine veyahut da ırkına bakmayız. Vatan diyen herkese biz vatanımızı aynen önlerine sunarız. Vatandaşımız gibi de davranırız. Zaten kurduğumuz her devlette bunu zaten tarih buna şahittir. Bunu bir Türk olarak konuşmuyoruz. Ne ben ne Azat Bey kardeşim. Sonra bizim tarihimiz bu olaylara şahittir. Araştırılabilir. Her zaman her millete yer vermişiz. Yeter ki bu vatana ihanet etmesinler. Onun için baş tacıdırlar. Çok teşekkürler. Çox sağ olun Nazir müəllim. Həm əlavəniz üçün, Almaz xanım çıxışınız üçün təşəkkür edirəm. Var olasınız. Çox sağ olun. Siz də sağ olun ki, hər bu konfranslarda Cavandan Hoca ilə bir konfranslarda bir konseptimiz var. Bəzi qonaqlar dəyişməz. Hər Evet. konfransda o qonaqlar mütləq Her çağırırlar. zaman baş tacıdırlar değil mi? Evet, sağ olsunlar. Eynən. Onun üçün biz də yeriniz ayrıdır. Var olasınız. Çox sağ olun. Teşekkür ederim. İndi isə sözü Nevşehir Hacı Bektaş Veli Üniversitesi öğretim üyesi Profesör Doktor Ahmet Oğuz hocamıza vermek istedim. Buyurun Ahmet hocam, söz sizde. Ne diyoruz? Çanakkale diyoruz Ahmet Hoca. Ve bugün 20 Yanvar diyoruz Ahmet Hoca. Ahmet Hocam hoş geldiniz. Nevşehir'e selamlar, sevgiler. Buyurun. Çok teşekkür ederim. Hepinize iyi akşamlar İyi diliyorum. akşamlar. Yayının Azerbaycan'dan olması hiç bizim için fark etmiyor. Evet, Bütün Türk dünyası bir kalp gibi birlikte attığını düşünüyorum. aynen. Kıbrıs'tan katılan değerli vekilimizi dinledim. Şehit annemizin o duygulu, içten ve bütün Türk dünyasını kucaklayan konuşmalarını dinledim. Son konuşmacı hocamın da sözlerine atfen biz Osmanlı İmparatorluğu olarak bundan önceki devletlerimizde Selçuklular olarak ve Türkistan'da kurduğumuz devletler olarak hiçbir milleti ayrı ve gayrı görmemişizdir. Adalet bizim temel ilkemiz, temel prensibimiz olmuştur. Kim bize kucak açmışsa biz onları bağrımıza basmışızdır. Anadolu'da bir söz vardır bizde. Bir kuş bir çalıya konar diye. Bizim çalımıza konan hiçbir kuşun biz kanadını kırmayız. Biz hiç kimseye de dokunmamışızdır. Bize aman dileyene silah çekmemiş, kılıç vurmamışızdır. Dolayısıyla yakın çağın Türk tarihi profesörü sıfatıyla bunları söylüyorum. Sadece 200 yılın değil, Mete Kağan'dan başlayarak hiçbir kimseyi silah tutmayan, bize sığınan hiç kimseyi biz dışlamamışızdır, hor görmemişizdir. Bugün Kıbrıs için Kıbrıs'taki vekilimiz bahsetti. 1878'den sonra Türk dünyasının orada çektiği acıları biliyoruz. Onun arkasından ben göç tarihi de çalıştım. Balkanlardaki Türk tarihini, Balkanlardaki acılarımızı biliyorum. Yine Kafkaslara dönelim. Kafkaslardaki acılarımızı biliyorum. Azerbaycan'ın yanı başımızda çektiklerini biliyorum. Birinci Dünya Savaşı ve akabinde Azerbaycan'a olan Sovyet istilasını biliyorum. En yakın olarak Karabağ'ı biliyorum. Biz Karabağ'da sadece siz değil, bütün Türk dünyası o
acıları çektik, yaşadık ve bugünleri gördüğümüz için de Mevla'ya, o yöneticilerimize şükran ve minnettarlığımızı sunuyoruz. Ve bütün bunları ve bizleri bir araya getiren değerli hocam, sizlerin de öyle değerli Cemalettin hocam, bütün bunlara sizler vesile oluyorsunuz. Bizlerin bir arada Teşekkür ederim. olmasına sebep ve fırsat veriyorsunuz. Bunlar için de size ayrıca teşekkür ediyorum. Ben teşekkür ederim. Allah razı olsun. Dolayısıyla Seve Türk seve. dünyası yakın dönemi itibariyle şimdi de ve geleceği itibariyle de ortak değerlerinde, ortak ideallerinde, ortak ülkelerinde birleşerek bu birlikteliğimizi, beraberliğimizi sonraki kuşaklara aktarmalıyız. Dolayısıyla bundan önce gördüğümüz acıları, ne 1974'teki Kıbrıs'ın çektiği işkenceleri, ne arkamızdan Karabağ, ne Anadolu'nun işgalleriyle çektiğimiz acıları görmeden yaşamalıyız. Mesela Anadolu Türklüğü'nün çok yakın zamanda İnönü zaferini biz şu anda kutladık. Yokluklar içinde var olan bir Türkiye'yi, Azerbaycan da aynı duyguları yaşadı. Bundan da çok eminim. Mesela bir Nahçıvan bölgesi, bizden ayrılan Zengezur şu anda inşallah birleşeceğiz ve bir Kars'a, Edirne'ye gider gibi biz de Bakü'ye gitmenin sevincini ve mutluluğunu yakın zamanda yaşayacağız diye düşünüyorum. Karabağ'da, Şuşa'da şehitlerimiz de tıpkı Büyük Taarruz'da olduğu gibi, tıpkı Kıbrıs'ta olduğu gibi, tıpkı Karabağ'da olduğu gibi eğer yüreklerimiz bir çarptığı zaman Akif'in dediği gibi o yürekleri toplar dahi sindiremeyeceğinin eminiz ve bunda kararlıyız diye düşünüyorum. Şu andaki liderlerimiz de o bilincin içerisinde Türk dünyasının varlığı için büyük çabalar var. Özellikle dilimizde, ekonomimizde ve ticaretimizde de bu birlikteliği sağladığımız zaman daha güçlü Türkiye, daha güçlü Azerbaycan, daha güçlü Kıbrıs ve daha güçlü bir Türkiye'yi bulacağımız ve kucaklayacağımıza yürekten inanıyorum. Hepinize sağlık, mutluluk ve çok teşekkür ediyorum. Bu toplantıda sizlerle beraber olmaktan da çok büyük bir onur ve mutluluk duyduğumu size canı yürekten ifade etmek istiyorum. Sağ olun, var olun. Ahmet Hocam çok çok teşekkürler. Yüreğinize sağlık. Her zaman baş tacısınız inşallah. Çok güzel sözleriniz için çok teşekkürler. Türkiye'ye selamlar. Aleykümselam. Bilmukabili ben de Teşekkür ederim. Türkiye'den, Türk dünyasından size selam ve saygılarımı iletiyorum değerli hocam. Eyvallah. Ve Çok teşekkürler. katılımcılara gayet tabii ki ve bizleri seyredecek olanlara da. Çok teşekkürler. Teşekkür Ahmet ederim. hocamıza teşekkür ederim. Allah razı olsun Ben de katıldığınız için, teşekkür yanınızda ediyorum. olduğunuz Sizi için. takip etmeye devam edeceğim. Çok teşekkür ederim. Sağ olun. Şeref duyarız. İndi isə sözü Qazaxıstandan qatılan Uluslararası Türk Akademisi uzmanı Nur Polat Boğandayev hocamıza vermək istəyirəm. Buyurun Herkese Nur Polat hocam. merhabalar, iyi akşamlar. Merhabalar, hayırlı akşamlar, hoş Sabahlarınız geldiniz. hayırlı olsun. Çox sağ olun hocam. Təşəkkür edirəm. Buyurun Nur Polat hocam. Ee, Anar Bey, bu konferansiya katıldığınız fırsat verdiğiniz için çok teşekkür ederim. Rica Ee, ederim. Bütün şehitlerimize Allah rahmet eylesin. Amin. Şimdi ben konuşmamda Kazakça devam etmek istiyorum, izin verirseniz. Buyurun hocam. Құрметті әріптестер, қадірлі бауырлар, бүгін мен сіздердің алдарыңызда тек ғалым ғана емес, сонымен қатар тағдыры ортақ тарихи сабақтастығы бір түркі дүниесінің өкілі ретінде қатысып жатырмын. 20 қаңтар бұл бір ғана елдің қасіреті емес, бүкіл аймақтың еркіндікке ұмтылысының символы. Бұл күн адам қадірі, ұлттық ар-намыс және tarixi cavabkerşilik туралы tereň oyga жетелейтин күн. Hörmətli həmkarlar, dəyərli qardaşlar, bugün mən qarşınızda yalnız bir alim kimi deyil, taleyi ortaq, tarixi bir olan Türk dünyasının bir nümayəndəsi kimi çıxış edirəm. 20 yanvar təkcə bir ölkənin deyil, bütün regionun azadlığa can atmasının simvoludur. Bugün insan ləyaqəti, milli qeyrət və tarixi məsuliyyət haqqında dərin düşünməyə vadar edir.
Sağ olun. 1990 жылғы 20 қаңтардағы Баку қаласында болған оқиғалар бейбіт халыққа қарсы күш қолданудың трагедиялық көрінісі. Тарихи саяси тұрғыдан алғанда бұл оқиға посткеңестік контекстегі ұлттық сана сезімінің ояну кезеңін көрсетеді. 1990-cı il 20 yanvarda Bakıda baş verən hadisələr dinc əhaliyə qarşı güc tətbiqinin faciəvi nümunəsidir. Tarixi siyasi baxımdan bu hadisə postsovet məkanında milli şuurun oyanma mərhələsini aydın şəkildə göstərir. Әрине біз қазақ халқы бұл қайғыны терең сезінеміз. Себебі біздің де тарихымызда халық жадында өшпес із қалдырған ауыр кезеңдер бар. Бағана сөз басында қожаларымыз айтып өткендей, 1986 жылғы желтоқсан оқиғасы осының бір куәсі. Алматы алаңында әділдік пен еркіндікті талап еткен жастардың тағдыры Баку қаңтары мен рухани тұрғыдан үндес. Sizдің қайғыңыз біздің де қайғымыз. Biz Qazaq xalqı bu ağrını dərindən hiss edirik. Çünki bizim də tariximizdə, xalq yaddaşında silinməz iz buraxan faciəvi dövrlər var. Konferans başında da hocamız vurğuladığı kimi 1986-cı il C90 hadisələri Almatı meydanında ədalət və azadlıq tələb edən gənclərin taleyi Bakının qanlı yanvarı ilə ruhən səsləşir. Sizin acınız bizim də acımızdır. Sağ olun. 20 қаңтар құрбандары тарихтың үнсіз кейіпкерлері емес, ұлттың рухани тірегіне айналған тұлғалар. Олардың ерлігі ұжымдық жадта сақталып, ұлттық бірегейліктің маңызды элементіне айналды. Мұндай оқиғалар тарихи жадының қалыптасуында шешуші рөл атқарады. 20 yanvar şəhidləri tarixin səssiz qurbanları deyil, millətin mənəvi dayağına çevrilmiş şəxsiyyətlərdir. Onların qəhrəmanlığı kollektiv yaddaşda qorunaraq milli kimliyin əsas elementinə çevrilmişdir. Bu cür hadisələr tarixi yaddaşın formalaşmasında həlledici rol oynayır. Түркі дүниесі үшін 20 қаңтар ортақ тарихи сабақ. Бізді тіл ғана емес, тағдыр да біріктіреді. Қазақстан мен Әзербайжан арасындағы бауырластық байланыстар дәл осындай қиын кезеңдерде ерекше маңызға ие болады. Біз бір-біріміздің тарихымызды тану арқылы ғана ортақ болашақты құра аламыз. Türk dünyası üçün 20 yanvar ortaq tarixi dərsdir. Bizi yalnız dil deyil, taleyimiz də birləşdirir. Qazaxıstan və Azərbaycan arasındakı qardaşlıq əlaqələri məhz belə çətin dövrlərdə daha da önəm qazanır. Biz bir-birimizin tarixini tanımaqla ortaq gələcəyi qura bilərik. Бұл күнді еске алу өткенге ғана емес, болашаққа да жауапкершілік жүктейді. Жас ұрпақ 20 қаңтарды еркіндіктің, азаматтық батылдықтың және адамның қадірінің символы ретінде тануы тиіс. Білім мен тарихи сана мұндай трагедиялардың қайталанбауының басты kepili деп білемін. Bu günü yad etmək yalnız keçmişə deyil, gələcəyə qarşı da məsuliyyətdir. Gənc nəsil 20 yanvarı azadlığın, vətəndaş cəsarətinin və insan ləyaqətinin simvolu kimi tanımalıdır. Təhsil və tarixi şuur bu cür faciələrin təkrarlanmamasının əsas təminatıdır. Çox təşəkkür ederim. Herkese tekrar teşekkür ederim. Dikkatiniz için de teşekkür ederim. Assalomu alaykum, hurmatli konferensiya ishtirokchilari. Bugun sizlar bilan bu yerda qalblarimizda chuqur iz qoldirgan bir voqea 20-yanvar xotirasini yodga olish uchun yuzma-yuz turibmiz. Bu voqea nafaqat bir millatning tarixiy fojiasi, balki butun mintaqaning mustaqillik, demokratiya, inson huquqlari uchun kurashining ramzi hisoblanadi. Shu kun Ozarbayjon xalqining matonati, vatanparvarligi va o'z qadriyatlariga sodiqligini ko'rsatadi. Sizning azobingiz bizning azobimiz, sizning jasoratingiz bizning ilhomimizdir. Hörmətli iştirakçılar, hamınızı salamlayıram. Bugün burada qəlblərimizdə dərin iz buraxmış bir hadisəni 20 yanvar xatirəsini anmaq üçün üz-üzə toplaşmışıq. Bu hadisə təkcə bir millətin tarixi faciəsi deyil, eyni zamanda bütün regionun müstəqilliyi, demokratiya və insan hüquqları uğrunda apardığı mübarizənin rəmzidir. Bugün Azərbaycan xalqının mətanətini, vətənpərvərliyini və öz dəyərlərinə sadiqliyini xatırladır. Sizin ağrınız bizim ağrımızdır, sizin cəsarətiniz isə bizim ilham mənbəyimizdir.
1990-yil 20-yanvar kuni Boku shahriga Sovet qo'shinlari bostirib kirdi va tinch namoyishchilarga qarshi zo'ravonlik ishlatdi. Bu fojia O'zbek va boshqa postsovet xalqlari uchun ham tanish siyosiy holatdir. O'zbekiston tarixidagi Andijon voqeasiga o'xshash ijtimoiy va siyosiy holatga ega bo'lib, insoniyat huquqlariga hurmatning muhimligini ko'rsatadi. Bu voqealar xalqaro gumanitar huquq va demokratik institutlarning rivojlanishiga ham ta'sir ko'rsatadi. Shu kun qardosh xalqlarimizning bir-biriga bo'lgan mehrini, hurmatini va hamjihatligini eslatadi. ...1990-cı il yanvarın 20-sində Sovet qoşunları Bakı şəhərinə daxil olaraq dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etdilər. Bu faciə özbəklər və digər postsovet xalqları üçün də tanış olan siyasi bir vəziyyətdir. Azərbaycan tarixində baş verən 20 yanvar hadisələri Özbəkistan tarixindəki Əndican hadisələrinə bənzər ictimai və siyasi xüsusiyyətlərə malik olub, insan hüquqlarına hörmətin nə qədər vacib olduğunu bir daha göstərir. Bu hadisələr beynəlxalq humanitar hüququn və demokratik institutların inkişafına da təsir göstərmişdir. Həmin gün qardaş xalqlarımızın bir-birinə olan sevgisini, hörmətini və həmrəyliyini xatırladır. 20 yanvar voqeasida har bir inson jasorat va fidoyilik timsoliga aylandi. Ayollar, bolalar, qariyalar barchasi o'z vatanlari va erkinlik ideallari uchun qahramonlik ko'rsatdi. Bu qahramonlik nafaqat tarixiy fakt sifatida, balki milliy xotiramiz va madaniy identifikatsiyaning bir qismi sifatida abadiy saqlanib qolajak. 20 yanvar hadisəsində hər bir insan cəsarət və fədakarlıq timsalına çevrildi. Qadınlar, uşaqlar, qocalar, hamısı öz vətənləri və azadlıq idealları uğrunda qəhrəmanlıq nümayiş etdirdilər. Bu qəhrəmanlıq təkcə tarixi fakt kimi deyil, həm də milli yaddaşımızın və mədəni kimliyimizin ayrılmaz bir hissəsi kimi əbədi olaraq qorunub saxlanılacaq. 20 yanvar voqealari bizga ko'pgina ibratli hissiyotlarni o'rgatadi. Tarixiy xotirani unutmaslik, ammo undan saboq chiqarishni. Shu sababli biz sizning dardingizni chuqur his qilamiz, chunki o'zbeklar va ozarbayjonlar qardosh xalqlardir. Bizning tariximizdagi Andijon voqeasi, sizning Bokudagi mudhish voqealar fojiasi hamma joyda insoniy qadriyatlarni ardoqlash hamda tinch va farovon hayotning naqadar muhimligini anglatadi. Shu nuqtai nazardan qaralganda, tarixiy xotira va kollektiv empatiya zamonaviy siyosiy va ijtimoiy tadqiqotlarda markaziy tushunchalardir. 20 yanvar hadisələri bizə bir çox ibrətamiz duyğular aşılır. Tarixi yaddaşı unutmamaqla yanaşı, ondan düzgün nəticə çıxarmağı öyrədir. Məhz bu səbəbdən biz sizin ağrınızı dərindən hiss edirik. Çünki özbəklər və Azərbaycanlılar qardaş xalqlardır. Tariximizdə baş vermiş Andijan hadisəsi ilə sizin Bakıda yaşanan dəhşətli faciə göstərdi ki, hər yerdə insani dəyərlərə hörmət və dinc, firavan həyatın nə qədər vacib olduğu danılmazdır. Bu baxımdan tarixi yaddaş və kollektiv empatiya müasir siyasi və sosial tədqiqatlarda mərkəzi anlayışlar kimi çıxış edir. Aziz do'stlar, unutmaylik, dard va jasorat chegarani bilmaydi. Bizning qalblarimiz bir, tariximiz bir, orzularimiz bir. 20 yanvar bu faqat o'tgan kun emas, bu bizning ruhimizda abadiy yashaydigan dars va yodgorliklardir. Sizning yodingiz bizning yodimiz. Sizning umidlaringiz bizning umidimizdir. Shu kun biz qardosh xalqlar sifatida bir-birimizga bog'lanib, kelajakda ham tinchlik, mustaqillik va adolatni himoya qilishga intilamiz. Əziz dostlar, unutmayaq. Dərd də, cəsarət də sərhəd tanımır. Qəblərimiz birdir, tariximiz birdir, arzularımız birdir. 20 yanvar təkcə keçmişdə qalan bir gün deyil, ruhumuzda əbədi yaşayan bir dərs və xatirədir. Sizin xatirəniz bizim xatirəmiz, sizin ümidləriniz isə bizim ümidimizdir. Bu gün qardaş xalqlar olaraq bir-birimizə daha sıx bağlanıb, gələcəkdə də sülhü, müstəqilliyi və ədaləti qorumağa can atırıq. Çok teşekkür ederim itibarınız için Sayın Kar. Sağ olun. Merhaba Hanım, çok teşekkürler. Aynen Kazakçadan duyduğumuz gibi Özbekçe'de çok sevindim. Andijan olaylarına gelince yıllar önce oraya gittiğimde hala o atmosferi, konuyu bildiğim için o hüznü yaşıyordum. Hani Özbekistan'da birçok yönde kaderi Azerbaycan'ın kaderine de benziyordu. Bunun belirttiğiniz için çok teşekkür ederim. Allah birlik ve beraberliğimizi daim kılsın. Özbekistan'a yürekten Evet. selamlar. Çok teşekkür ederim. Teşekkürler. Teşekkürler size de. Çox sağ olun, merhaba hocam. Allah razı olsun iştirakınız üçün. Təşəkkür edirik.
və qonaqlarımızdan çıxışlarını eşitdik, qonaqlarımızı dinlədik və istədim Cəmal hocam son sözləri alaraq konfransı yekunlaşdıraq. Sizin də icazəniz olursa. Evet, öncelikle bütün konuklarımıza çok teşekkür ederek bence son sözlerini onlardan alalım. Buyurun Azər müəllim, ilk olaraq sizdən son sözlərinizi alaq bu konfransa Buyurun. bağlı. Anar müəllim, Cəmaət Hoca çox təşəkkür edirəm. Teşekkür ederim. Bizim dəyərli qonaqlarımız, məruzəçilərimiz, spikerlərimiz danışarkən xüsusilə də istər Türkiyə olsun, istər Qazaxıstan, istər Özbəkistan, hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Şimali Kiprə təşəkkürümü bildirirəm ki, onların çıxışlarında bir vacib bir məqam var idi, vacib bir element var idi. Bu o idi ki, onlar çıxışlarında xüsusilə qeyd elədilər ki, sizin dərdiniz bizim dərdimizdir, sizin mücadiləniz bizim mücadiləmizdir, sizin uğurlarınız bizim uğurlarımızdır, sizin müstəqiliniz bizim müstəqilimiz. Bunlar hamısı olduqca çox dəyərli fikirlərdir. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm və gələcəkdə də bax bu platforma üzərindən mən həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sivil toplum qurumlarının platformasının genel katibiyəm, genel sekretarıyam. Yəni biz tərəfdən də nə əməkdaşlıq əgər istəkləri olarsa, bir planları olarsa, sivil toplum qurumları kimi bu prosesdə biz onlarla hər zaman bir yerdə bir addımlamaqda, bir platformadan bir çıxış etməklə həmişə hazır olduğumuzu bildirmək istəyirəm. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü çatdırıram. Azər Bey çok çok teşekkür ederim. Allah razı olsun. Her zaman yanımızdasınız. Allah size zaman var eylesin. Bizden yana da bir şey olduğu zaman her zaman emrinize amadeyiz. Seve seve yanınızdayız. Bir şey olsa da bir telefonunuz yeter. Çok teşekkür ederim. Teşekkürler. Hepinize. Çox sağ olun Azər müəllim. Buyurun Sağ Almaz olun. xanım. Son sözlərinizi alaq. Bizim son sözümüz də elə sözümüzün əvvəlidir. Türk dünyasını var olsun. Bizim Azərbaycanın dərdi bütün Türk dünyasının dərdidir. Özbəyin dərdi bizim dərdimizdir. Eləcə də Qazağın, Qırğızın, bütün Türk xalqlarının hamısının dərdi də sevincli günü də birdir. Və mən onu demək istəyirəm ki, bu gecə biz 20 yanvarı andıq. 20 yanvar şəhidlərini andıq. O ağır günləri sanki mən yenidən yaşadım. Bir daha xalqımıza, bütün Türk dünyasına bu ağır acını yaşatmasın. Çünki bunu çəkmək çox ağırdır, çox. İnsanın belini bükür. Allah qorusun dövlətimi, millətimi. Əgər dövlətim varsa, torpağım varsa, bu deməkdir ki, biz varıq. Onlar olmayacaqsa biz bir xalq olaraq, yəni heç bir yerdə yerimiz ola bilməz. Ona görə torpağımızı və dövlətimizi həmişə var olsun. Türk dünyasını var olsun. Cəmaləddin hocam, sizə ayrıca özəlliklə təkrar təşəkkür edirəm. Ben teşekkür ederim. Siz çox böyük bir missiyanı aparırsınız. Sizin o Almaniyada qurduğunuz muzey, bu özü böyük bir hadisədir, tarixi Çok teşekkür ederim. hadisədir. Elə bu tür konfranslarınızda o işinizin davamı kimi dəyərləndirirəm. Bizim gənc anar da sizə Azərbaycan üzrə dəstəkçi olursa, onu da sağ olsun. Yəni anarla qürur duyuram. 2 diplomlu bir universitet məzunu oldu. Bu onun belə deyim ki, o da onun cəsarətidir, qeyrətidir, vuruşmasıdır. Təkcə elə əlimizə silah alıb gedib vuruşmaq deyil. Əgər elmdə bir addım irəli bir şey qazanırsansa da, bu da böyük bir qəhrəmanlıqdır. Türk dünyasının mücadeləsində yeridir, yurdudur. Sağ olun. Həmişə gözəl günlərdə görüşək inşallah. Çok teşekkür ederim. Allah size zaman var eylesin. Sağ olun. Hem anar için de güzel sözleriniz için. Tanıdığımda Almaz hocam 17-18 yaşındaydı. Ben yazışmalarda biraz daha büyük birini bekliyordum. Bunu hep tekrar ediyorum. Azerbaycan'a geldiğinde baktım karşıma 17-18 yaşında bir delikanlı çıktı. Şimdi daha yeni zaman var. Bu sene onu evlendirdik. Allah mesut eylesin. Şükür. Bu arada bizimle büyüdü diyebilirim. Allah razı olsun. Onunla gurur duyuyoruz. Şükür. Allah xoşbəxt eləsin. Amin. Çok teşekkürler. Çox sağ olun Almaz xanım. Xoş Benim geldiniz. oğlum o. Sağ olun. Allah razı olsun hocam. Çox sağ olun, var olasınız. Və indi isə Əhməd hocamdan son sözlərini alaq bu konfransla bağlı. Buyurun. Ee, Ahmet hocam buyurun.
Merhaba tekrar. Konuşmacıları dinledim. Tabii ki bütün Türk dünyasından katılımcıların ortak arzuları bizim de arzularımız. Bunları duymak beni çok mutlu etti. Geçmişe döndüğümüz zaman da acıları sanki beraber yaşadık. Ben şunu biliyorum. Anadolu'da bir söz vardır. Eğer tırnağınıza bir diken battıysa, onu bütün vücudunuz hissediyorsa, bir Türk'ün tırnağına da diken batıyor da bütün Türklük bunu hissediyorsa, bu Türklüğü artık kimse yıkamaz. Hiç. Dolayısıyla ben Nevşehir'den sesleniyorum. Nevşehir'de Hünkar Hacı Bektaş Veli var biliyorsunuz. Ben onun sözleriyle sözüme son vermek istiyorum. İlimden gidilmeyen yolun sonu karanlıktır diyor. Eğer Türk dünyası ilmi kendine rehber edindiği zaman inşallah bundan sonraki yüzyılda bileğimizi kimse bükemeyecektir. İnşallah. Ve ben şunu söyleyeyim ki yine hünkârın sözü bir olalım, iri olalım, diri olalım. İyi akşamlar diliyorum. Kalın sağlıcakla. Bir dahaki konuşmalarımızda daha güzel günleri görmek dileğiyle diyorum ve hoşça kalın. Çok Hoşça teşekkürler kal. Ahmet Hocam. Çok teşekkürler. İyi akşamlar. İyi Çok sağ olun akşamlar. Ahmet Hocam. Buyurun Nurbulat Hocam. Evet, değerli hocalarımızın dersleri için çok teşekkür ederim. Ayrı ayrı bütün katılımcılara da dikkatiniz için teşekkür ederim. Teşekkür etmek istiyorum. Bir de kardeş Azerbaycan ülkesine, bütün Türk dünyasına çok selamlar. Astana'dan, Kazakistan'dan. Aleykümselam. Var olsun, Türk dünyası sağ olsun. Yeni konferansiyada buluşmaya hoşça kal demek istiyorum. Hadi herkese akşamlarınız hayırlı olsun. İyi akşamlar. Çok teşekkürler. Hayırlı akşamlar. Kazakistan'da selamlar, sevgiler. Bu arada Buyurun merhaba hocam. Sizden de son sözlerinizi Allah. Çok sağ olun. Merhaba Allah hocam razı olsun. buyurun. Buradaki hepsi katılımcılara, hocalarımıza çok teşekkürler ederim ben de. Sağ olun. Ben de çok ilgilendim. Konferans məruzələrini dinledim. Çok güzel hepsi Almaz Hanım'ın Bunyadzada hakkındaki məruzəsini merakla dinledim. Bunun kitaplarını almıştım ben. Bu bilgileri de biraz biliyordum. Bugün çok benim için ilgili oldu. Hepinize teşekkürler sayın hocalarımız. Sağ olun. Merhaba Çok hocam sağ çok olun. teşekkürler. Allah nasip ederse Mayıs ayında inşallah Özbekistan'dayız. Siz oranın Tamam. kokusunu getirdiniz şimdiden. Çok teşekkür ederim. Teşekkürler. Eyvallah. Çok sağ olun. Cemal Evet hocam ama anahtar Zorlu Bey de söyleyelim. O kendisi muayene sebebinden dolayı ayrılmak zorunda kaldı. Hepinize selamlarını bıraktı. Zorlu Bey'e de buradan teşekkür ederiz tekrar. Çok sağ olun hocam. Allah razı olsun. Hocam açar sözümüz ne olsun? Şimdi bence bir şehit bibisi olarak Almaz hocama verelim o şeyi. Açar sözü söylesin. Türk dünyası həmişə güneş gibi parlak olsun, ne diyeyim? Türk dünyası güneş gibi parlasın diyelim. Evet. İnşallah. Çok teşekkür ederiz. Evet değerli dostlar, Yüce Rabbim hepinizden razı olsun. Türk birliğimizi daim kılsın. Bütün katılımcılara yürekten teşekkür ederiz. Sizlere de öyle. Hayırlı Çok, akşamlar. Çok teşekkür ederiz. çok sağ olun hocam. Bununla da daha bir konferansımızın sonuna geldik. Növbəti konferanslarda görüşmək ümidilə. Sağ olun. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Hayırlı geceler. Hayır.